folk yaradıcılığı. Qulaq. İstəklilər, axşamınız xeyir olsun. Beləcə 7 günün, 7 gecənin ayrılığından sonra xoş gördük hər birinizi. Yovşan qoxulu çöllərimiz, dovşan yuxulu dağlarımız, ötkən yaylalarımız, kəkliyi səkər daşlarımız, qıvrım qayalarımız, köklü köməcli yurtlarımız, mərhaba. İstəklilər, bu səfərki söz söhbətimiz dinimizin müqəddəs kitabı Quranda adı keçən insana, insanın özündən daha yaxın dəvələr haqqında olacaq. Dəvə söhbəti o qədər sirri soraqlıdır ki, açması, düzgüsü Tanrı qədərində, Tanrı yanındadır, Tanrı mərtəbəsindədir. İstəklilər, deyir dəvə uzağı otlar, yaxını özünə qoruq tutar. Dəvə dəstiri nə qədər uzaqdan fırlanıb gəlsək, o qədər xoşdur. Nədən ki, uzağı bilməsək, uzaqdan gəlməsək, uzaqdakıları götürüb gəlməsək, day onda nə oldu ki? Nə olacaq? Ay sağ olmuş. O olacaq ki, keçmişi bilməsək, özümüzlə götürüb gətirməsək, nə gələcəyimiz olasıdır ki? Odur ki, yadımıza nə gəlir? Nə gələsə də sağ olmuş. Karvan dəvələr gəlir. Gələ uzağımızdan gəlir. Uzaq nağıllarımızdan gəlir. Gələ ağlımıza gəlir. Ağlımıza gəlir. Elə gəlir. Ağlımız iti, yar yaddaşımız qaim olsun istəklilər. Bu yerdə bir sözdə hərrənib, fırlanıb yerinə düşər. Deyir, Allah adamı sonunki ayıbından saxlasın. Yaxşı sözdür ya. Sonunki ayıb da ağıldan gələn, ağla gələn ayıbdır. Haşa, min haşa. Sözü belə uzaqdan gətirməkdə sözümüzün canı var. Canı da budur ki, bu səfərki söz sovumuzu dəvələrə yüklət gəlmişik. Deyir, birinin dəvəsi itibmiş, gəzə gəlib bir kənddən keçəndə bulaq başında səhəngli bir qız görür. Soruşur ki, abala, buralarda bu nəmdə, bu nişanda bir dəvə görməmsən ki? Qız da elə bilhimə bəndimiş kimi hütüldüyüb tökür. İstədiyim oğlanı atam anam bəyənmir. Onların dediyində mən istəmirəm. Qalmışam iki daş arasında. Bu dəfə kişi biraz da ucadan. Abala, buralarda dəvə görməmsən ki? Qız qayıdır ki, ay dayı, hərənin dərdi özünə bir dəvədir də. Vallah, doğrudan da elədir. İstəklilər, hərənin dərdi özünə bir dəvədir. Belə olmağına belədir. Amma dəvə ağırlıqda dərdlərimizi qu tükü yüngüllüyündə bilin. Deyir əzizim Ərzuruma, yol gedir Ərzuruma. Dəvəsi ölmüş ərəbəm, dözərəm hər zülmə. Əvvəl onu deyək ki, at türk qövmü üçün nədirsə, dəvə bədəvi ərəb üçün odur. Amma bizlərdə də ta qədimdən dədə babalarımız dəvə ilə dostluq, yoldaşlıq,
lap qardaşlıq eləyib. Dəvə qismi ilə bağrı-badaş yaşayıb. Elədir. Amma göz işlədikcə qum səhraları arasında, qum tığı içində dəvəsi ölən yazıq bədəvi ərəb neynəsin? Başına nə daş salsın? Day hər zülmə dözməkdən ayrı nə çarəsi qalır ki? İstəyirlər. Bundan yanadır ki, ərəblərdə dəvəyə səhra gəmisi də deyərlər. Nədən ki, uzun-uzun yollar ölçər. Yoruldum deməz. Aclığa, susuzluğa dözümü də dilə sözə gəlməz. Odur ki, bir dönüşə indinin ölçüsü ilə 100-150 litr su içir. Yediyi də dəvə tikanıdır, qanqaldır. O da var ki, bu bitkilərin qidalığı yüksəkdir. Dəvə insana çox yaxın canlıdır. Sahibinə etibarı ölçüyə gəlməz. Dəvə sahibi də dəvəni özünə külfət qədər doğma bilər. Odur ki, dəvə başqa heyvan cinsi kimi sanla, dənəklə, daha nə bilim nə ilə hesablanmaz. Dəvəyə də insan kimi nəfər deyərlər. Əgər dəvə yiyəsinin külfəti 5 nəfərdirsə, 7 də dəvəsi varsa, o külfətinin sayını 12 nəfər bilər. Ta qədimdən belə bilinib. Onu da deyək ki, 7 dəvə bir qatar sayılar. 40 dəvəsi olanın neçə qatar dəvəsi olar? Bu hesabla demək olar ki, 6 qatarın tamamına 2 dəvə əskiklik eləyər. Karvan bir neçə dəvə qatarından düzələr. Karvanbaşı sarvan adlanar. Sarvan karvanla hər şeyə cavabdeh adamdır. İndinin dili ilə desək, gəmi kapitanıdır. Sarvan dünyanı yorub yortmuş adamdır. Dünyanın hər üzünü görüb, cikinə də bələddir, bikinə də. Odur ki, deyərlər, dəvələri yorğun arğın, sarvanları adlı sanlı. Yadımız, yaddaşımız qədim qayım olsun. Ağır bəlalardan qədim qayım yaddaşa yiyə olanlar qurtula bilər. Söz ki dəvədən düşdü, dəvə söhbəti uzun söhbətdir. Bu arada bir yaddaşımızı yoxlayaq. Nədən ki, hər şey yaddaşlandı. Yaddaşa bağlıdır. Uzun illər, lap deyək ki, 100 illər boyu yadımızın, yaddaşımızın körşalmasına bais zamanlar yaşadıq. Yad qüvvələr yaddaşın itməsi üçün yolumuzdan sapındırma yolunu tutdu. Əbəs deyil ki, yaddaş itdi, millət itdi. Düzdür. Çox şükürlər ki, yad düşüncə doğma düşüncəmizə qalib gələ bilmədi. Güclü xalqın yaddaşı da möhkəm olar. O da var ki, İraq, lap zədə düşsə də yaddaş bərpa olandır. Bərpa olunan yaddaş daha da güclü olur, güclənir. Bu da bir haqq işidir. Min illər uzunu babalarımız yer üzündə dövlət qura-qura dünyanı dörd dolandılar. Belə bir ifadə də formalaşıb. Əcnəbilər deyərdi, 2 türk bir yerdə həmfikir oldularsa dövlət quracaq. Bəli. Dünyanın yaxası uzunu böyük çöl dövlətləri fikrimizə əsasdır. Bu dövlətlərin sırası Dəşti Qıpçaq da adlandırılıb. 2 Altay deyimini xatırladaq. Deyir, düzü söylə, düz heç kimə qarşı deyil. Xuday altında betin adam açıq bulsun. İnsan xuda, yəni Allah altında açıq qəbli olsun. Budur yaşam düsturu. Qaydaq söhbətimizin davamına. Deyir bəzirgan deyilən tacirlərin ən azı 42 dəvəsi olarmış ki, dünyanın bir ucu o biri ucuna daşınarmış. Karvan dediğinde karvan da qaydası, qanunu öz yerində. Qabaqda nərdəvə, ortada maya, axırda da köşəklər.
Hamısının da boynunda zınqırovlar. Karvan yeridikcə zınqırovlar səslənər. Səslər də sirlər pıçıldar. Qabaqda gedənlər də və boynundakı zınqırovu səsləndikcə deyərmiş. Sahibimizin 1000 tümən borcu var, borcu. Ortadakı maya dəvə isə yükün ləngəri altda. Neynək? Qazanlıq veririk, qazanlıq veririk. Axırda gedən köşər zınqırovu zıngıldada. Çəkin karvanı geçsin. Dünya belə gəlib, belə də gedəcək. Belə gəlib, belə də gedəcək. Dəvənin balasına köşək deyərlər. Erkək dəvə nərdir, dişi dəvə mayadır. Bir də belə deyiblər. Əzizinəm nərgizlər, topa nərgizlər. Ərsəmiş maya gördüm, kölgəsində nərgizlər. Dəvənin lap kiçik balasına pesərək deyənlər də var. 2 yaşı ötən erkək dəvə balası buğurdur. Buğur ən ağır qonaqlar üçün kəsilərdi. Bu törən dədəmiz Qorquddan belə keçir. Xanlar xanı xan bayandır, yılda bir kərə toy edib, Oğuz bəylərin qonaqlardır. Yenə toy edib atdan ayğır, dəvədən buğur, qoyundan qoş qırdırmışdı. İstəklilər, yeri gəlmişkən xatırladaq ki, üzümüzə gələn həftə içində cəmi müsəlman qövmü Qurban bayramını qeyd eləyəcək. Düşərli olsun. Qutlu bayramlar. Dəvə haqq ədalət tanıyandı, haqqa boyun əyəndi. Ağır zəhmət çəkən, ölənəcən sahibinə xidmət eləyəndi. Amma nahaqqa boyun əyən deyil. Deyirlər ki, dəvə kinlidir. Əslində bu kin dəvənin nahaqla barışmamağıdır. Onu nahaqdan incitdinmi, haqqı nahaqqa verdinmi, əvəzini çıxasıdır. Bu yerdə rəhmətli Qaşdar qardaşın vaxtı ilə dəvə ilə bağlı yazdıqlarına işıq tutaq. O söhbətə bir də qayıdaq. Ruhu şad, yeri uçmaq olsun. Amin. Pir olmuş yazır ki, dünya görmüş Mehrac Baba deyərdi ki, Türkmenistan'da bir pəhləvan oyun göstərirdi. Pəhləvan yerə uzanmışdı. İri bir darvaza qapısını qoymuşdular uzanan pəhləvanın sinəsi üstə. Maşın olmadığından dəvələri körpü kimi pəhləvanın üstündən keçirirdilər. Birdən yarım ton çəkisi olan iri bir nər gəlib taxta üstdən keçəndə dizlərini qatlayıb pəhləvanın sinəsi üstə çöktü. Ətrafdakılar gördü ki, dəvənin qəsdi pəhləvanı öldürməkdir. Gözlərindən kin yağırdı. Deməyəsən, haçansa bu pəhləvan dəvəyə bir ağac vurubmuş. Dəvə də bu dırnaq arası yaxşılığı yadından çıxarmayıbmış. O dəqiqə dəvəni qovub pəhləvanı xilas elədilər. Mehrac Baba Bayxır kəndindən aşağı kəndlərdə dəvəçi Kalva Orucu şəxsən tanıyırdı. Deyir Kalva Oruc Naxçıvandan İstanbula dək dəvə karvanlarına sarban olarmış. Sən demə bir nər dəvəyə yolda bir ağac çəkibmiş. Həmin nər dəvə Kalva Orucu hey girləyirmiş. Bir gün Batapat yaylağında elat binəliyib yaylaq yurdu salanda Kalva Oruc baxır ki, həmin nər dəvənin bir gözü elə hey ondadır. Kalva Oruc axşamçağı qaldığı çadırın qabağında özünə dəvənin gözü qabağında yer salır. Deyir gördüm ki, həmin nər dəvə qaldığım çadırı bələtdiyib aralanıb getdi. Toran düşəndə gətirib yastıqları adam sayağı düzüb
Üstünə də yorğanımı çəkdim. Bir qırağa çəkildim. Ay doğdu. Gecədən xeyli keçdi. Gördüm dəvə gəlib bir çadırlara boylanır ki, görsün hamı yatıbmı? Dəvə gəlib məni yorğan döşəkdə yatan bildi. Dizləri üstə çöküb o ki var yatağı eşməyə başladı. Başını söyküyüb qulaq verdi ki, görsün əzliyinin nəfəsi tam kəsilib. Nə hiss elədisə ayağa qalxdı. Tezcə də uzaqlaşıb getdi. Səhəri gün mən dəvənin gözünə görünmədim. Əhvalatı bilən oba cəmaatı məsləhət gördü ki, həmin dəvəni başqa şəxs aparıb Şərur tərəflərdə dəyər dəyməzinə satsın. Beləcə dəvə kinindən canım qurtardı. Yoxsa axırıma çıxacaqdı. Xalq yazıcısı Mirzə İbrahimov da dəvələrdən eşidib bildikləri barədə bir hekayət yazmışdı. Deyir, karvan yola düşəndə təzəcə doğulmuş köşək yolda yorulub qalmasın deyə elə həmin karvansarada saxlanılır. Dəvə sahibi karvansara gəlsindən xahiş eləyir ki, biz qayıdınca bu köşəyə müğayət ol. Qayıdanda hörmətindən çıxacağam. Karvanın geri dönməyi çox çəkir. Ana dəvə xiffətdən nə yollarda ağzını yemə vurur, nə də su içir. Qaydanda karvansara sahibi ayrı dəvələrə əmizdirdiyi köşəyi gətirib ana dəvənin yanına ötürür. Nə illah eləyirlərsə, ana dəvə balasını almır, süd vermir. Belə olanda dəvə sahibi xurcunu açıb, Quranı çıxardıb dəvənin qənşərinə gəlir. Əlini Qurana basıb ucadan deyir: Ey Allahın heyvanı, bu Quran haqqı köşək sənin öz balandır. Ac qalmasın deyə başqa dəvəni əmib. Gəl balana sahib çıx. Bundan sonra dəvə köksünü ötürüb balasını alır. Dəvə halal hümmət müqəddəs heyvandır. Əbəs deyir ki, Qurandan adı keçir. Həzrəti Məhəmməd Məkkədən Mədinəyə bir ağ dəvənin belində gəlir. Hər kəs peyğəmbəri öz evində görmək istəsə də belə razılaşırlar ki, ağ dəvə harda yatsa, peyğəmbərə o yerdə ev tikilsin. Belə də olur. Bu hadisə 622-ci ilə təsadüf eləyir. Bu tarix Hicri tarixinin başlanğıcıdır. Yurdumuzdakı o naftalan deyilən cihanda tayı bərabəri olmayan neft məlhəmi də dəvə ilə aşkar olunub. Sən demə, neçə əsr öncə karvan gəlib bu yerdən keçəndə Hacir baxır ki, qotur tutub əldən dildən düşən bir dəvənin ta yeriməyə, yük aparmağa taqəti qalmayıb. Əlacları kəsilib, dəvənin yükünü başqa dəvələrə yükləyib, xəstə dəvəni açıb çöllü biyabanı ötürürlər ki, qurda quşa qismət olsun. Bir ildən sonra karvan təkrar bir də həmin yerdən qaydanda dəvə sahibi gözlərinə inanmır. Görür ki, xəstə dəvə elə sağalıb, elə kökəlib, elə gümrahlaşıb ki, gəl görəsən. Bu möcüzə dildən dilə düşür. O gün bugün naftalanın möcüzəli sirri cahana bəlli olur. İstəklilər, ilan məliyən Ərəbistan səhralarında su olan yerləri də dəvə ilə bilmək olur. Susuz dəvə yerin alt qatlarında su axan yerləri bilər, gəlib orada da yatar. Bu da bir sirri xudadır, möcüzədir. Dəvənin südü dərmanlar dərmanıdır. Əti məlhəmdir. Yunu da ki, deməklə başa gəlməz. Körpə uşaqların çiyninə dağdağan pöhrələri ilə dəvə yunundan bəzək asarlar ki, körpələrə göz dəyməsin. Dəvə yaylaqlarımızın da yaraşığıdır. Hündür, saf qayalıqlar arasında elə yeriyər ki, gəl görəsən.
Yerişi muncuq sapa düzülən kimi düzülər. Aran xiffətin də ilk səkən dəvə qismidir. Payız yetişməmiş üzü aran səmtə yatar. Dəvə ilə bağlı ata sözündəki yer yurt tutmaz. Bildiklərimizdən sadalayaq, bilmədiklərimizdən də hörmətli dinləyicilərimizdən gözləyək. Deyir, dəvəçi ilə dost olanın darbazası gen gərək. Dəvədən soruşdular, boynun niyə əyridir? Dedi, haram düzdür ki. Dəvəsi ölmüş ərəb kimi. Allah dəvəyə qanad versəydi, uçurmadığı damdaş qalmazdı. Dəvəni yatırmaq istəyəndə xıx ya da xıs deyərlər. Dəvədən böyük fil də var ha. Dəvə tikanı deyilənə dərman çatmaz. Dəvə nə qədər ölü olsa, dərisi 5 ulağa yükdür. Deyir, dəvə nalbəndə baxan kimi baxır. Qövmümüzün tarixi, dinimizin kitabı Dədə Qorqud dastanlarında dəvə ilə bağlı deyimlər yüzlərcədir. Ayrı-ayrı yollar izin dəvə bilir. Ər ağzın yeyinisin at bilir. Qazan xan su ilə soraqlaşanda soruşur. Qızıl dəvələrin gəlib keçdiyi su. Dədə Qorqud qopuz götürüb igid öygüsündə oxuyardı. Qaytabandan qızıl dəvə vergil bu oğlana, yüklət olsun, hünərlidir, deyərdi. Qaytaban dəvə arxacıdır. Dilimizin kitabı Dədə Qorqud dastanlarında dəvə qızıla bərabər tutulur. Qızıl dəvəyə təşbih əvəzi işlənir. Ağ dəvə düzdə qaldı, yükü Təbrizdə qaldı. Oğlanı dərd apardı, çarəsi qızda qaldı. Yetimin yekə dərdi, yüklənsin lökə dərdi. Çobanın dərdinə bax, sürüdə təkə dərdi. Ağ dəvənin izləri, yerə dəyər dizləri. Sarbanı yoldan eylər Ərdahanın qızları. Bağlı söz-söhbət, atasözü, deyim, zərb məsəl, olmuş əhvalat o qədərdir ki, saymaqdan başa gətirmək olmaz. Dəvə ilə bağlı söz-söhbəti dəvənin öz belinə yükləsən, vallah dizləri qatlanar. Elə də ayıpır olmuş. Amma yadımızdayken bir məsələni də xatırladaq. Dəvə qədər balasına istəyi olan bir canlı yoxdur. Düzdür, atlar da bala canlıdır. Amma dəvə istəyi başa gələn deyil ha. İraq-ıraq deyir, balası tələf olan dəvə nə az nə çox, düz 40 gün gözündən qan yaş dökər. Bildiyi bağlar, balasını itirdiyi yerdən düz 40 gün aralanmaz. Adam kimi ağı deyər. Dəvənin bu ağısına, bu fəryadına dəvənin bozlaması deyərlər. Balasını itirmiş dəvə kimi ağlayan, dəvə kimi bozlayan daha bir canlı ağla gətirmək çətindir. Dəvənin bu xasiyyəti elə sözdə, sovda, məsəldə, deyimlərdə sıxı-sıxıdır. Qurd gözünə görünəndə dəvə bozlayar, fəryad eləyər. Niyəsi də odur ki, qurd dəvəyə bala dağı çəkdirib. Bir gün itik bir dəvə üstə 2 nəfər bədəlləşir. Biri deyir dəvə mənimdir,
O biri deyir, yox, mənimdir. Nə başınızı ağrıdım? Söz ağırlaşanda dəvə yiyəsi deyir ki, gəl dəvəni kəsək. Əgər ürəyində xal olsa, bil ki, dəvə mənimdir. Ürəyində xal olmasa, dəvə səninkidir. Onda 2 qat bahasını verəcəm. Əks halda sən də. Nə başınız ağrıdım? Dəvəni kəsirlər. Görürlər ki, doğrudan da dəvənin ürəyində xal var. Çünki dəvə bala itkisi görübmüş. Bozlamaq ifadəsi Aşıq Abbas Tufarqanlının bir gəralisində də işlənib. Hayf ki, misra nəşrlərdə nə ağlarsan, nə sızlarsan şəklində gedib, elə aşıqlar da beləcə oxuyur. Amma o köhnə aşıqlar nə ağlarsan, nə bozlarsan kimi oxuyardılar. O da var ki, ağlamaq, sızlamaq, bozlamaq qədər ağırlı deyil. Yeridir ki, indi qoşqunu tam şəkildə səsləndirək. Nə ağlarsan, nə bozlarsan, bir dərdi 5 olan könlüm. Axırda zinnar bağlarsan, qəmə yoldaş olan könlüm. Pərim gəlir obasından, alım dərdi bəlasından, çərxi fələk badəsindən, içib sərxoş olan könlüm. Abbas ağlar arsız-arsız, dünya olub etibarsız, deyirdin dözərəm yarsız, döz bağrı daş olan könlüm. İstəklilər, Tanrı heç kimə qəm kədər verməsin. Elə könlün zinhar bağlamağı dəvənin ürəyinə düşən xal kimidir. İstəklilər, dəvə ilə bağlı olanları yığıb yığışdırmaqla qutaran deyil. O da var ki, deyə bilmədiklərimiz dediklərimizdən daha çoxdur. Sağlıqlar olsun, dəvə adına bağlı yer yurtlarımız da dedikcə çoxdur. Nə qədər desən, dəvəçi, dəvəli, Lökbatan adda yaşayış yerləri, kəndlər, köylər var. Ay sağ olmuş. Hərdən qədimi kənd-kəsək adlarını dəyişməklə bala itirmiş dəvə ürəyinə düşən qara xallardan tariximizə də vurulur. İstəklər, beləcə bir yığnağımızı da başa vurduq. Başa varanlardan, dörə keçib yarayanlardan olun. Amin. İndi vaxtın bu tamamında hər birinizə hələlik deyirik. Bir də görüşənədək. Bugünkü yığnağımızın sözünə soğuna işıq tutan, zilin zil, bəmin bəm eləyən Tahir Talıblıdır. Cana qana gətirənlərsə biz olduq. Seydə xanım Fərhad. Bir də Səməd bəy Yusif Canlı. Düzgüsün düzəndə Gülşən xanım oldu. Gülşən Səmədli. Sağ olun. Sağlıqla qalın.